Əşi gedib vəkildən zaddan işləsin və oğraş vəkil. Burada mesaj nə idi? Personaj deməyib, bir qələt deyib. Mən onu da anlayaram. Narahat olma. Hüquq təhsili, polis müstəntiqi, kinoya maraq və rejissor olma hekayəsi. Mən hansı adla dəvət eləməli idim onu, həmin o vəkili, həmin o şahid dindirməsində? Hörmətli mənə irad bildirən vəkillər. Qəsdən o bayaqları qabağa verirlər ki, insanların inkişafı getməsin. Kino kimsəsiz uşaqdır, heç kimə lazım deyil. Dayanıb yol qırağında, maşına gəlib keçir yanından, heç. Bəlkə kimsə oradan 500 manat pəncərədən uzadar. Tanınmış rejissorda onlara dərs deyir. Birinci kurs, birinci dərsdir. Gəlin bir-birimizi allatmayaq, sizdən rejissor çıxmayacaq. Azərbaycan kinosunun kommersiya və sənət arasında tarazlıq qurması üçün ilk addım harda atılmalıdır? Sağlam adam incəsənətdə nə işi var? Gələcəkdə heç nə çəkməyi planlaşdırmıram. Salam, mən Hüseyin Nağıyev təqdimatında Üzləşmə Plusa bax. Və bugünkü qonağım rejissor Emir Quliyev. Salam, xoş gəlmisiniz. Salamünaleyküm. Cavan yaşda niyə saç ağarıb? Nədir bu dərd? Saç bilməm, bizə yəqin nəsillik cəddə. Açıb mən bibim oldu 40 yaşında, demək olar başı məndən dağdı, ağappaqdı. Yəqin genetikdir o. Dərd məsələsi deyil. Yox, dərdim yoxdur mənim. Hüquq təhsili, polis müstəntiqi, kinoya maraq və rejissor olma hekayəsi. Bu absurd keçidin səbəbi nə idi? Nə absurd ki. Niyə hüquqda işləyən, polisdə işləyən? Nə qədər ölkədə adam var ki, polisdən polis kapitanlığını buraxıb rejissorluğa keçib. Rejissor təhsili olmadan. Nə olar ki? Ya orada bir şey yoxdur. Absurd deyil də bu. Normal. Ölkə üçün absurddur. Niyə absurddur? Ya polisdən Absurd nə var ki burada? mən eşitdiyim ikinci adamsan Nə? ki, bu qədər adam tanıyıram. Ya polisdə işi buraxıb, özü sənin kimi hüquq təhsili almayıb hətta həmin adam, sənin kimi hüquq təhsili olan və polis kapitanlığa qədər qalxan adam birdən-birə necə oldu ki, keçdi rejissor oldu? Kapitan qalsaydı biz polkovnik idim. Hə. Bəli. Yox, bilmirəm. Yəni var, mənim tanıdığım adamlar var ki, incəsənətə gəliblər. İncəsənətdə olublar əvvəldən də. Məsəl üçün bizdə bir Xəyal var idi, bəstəkar. Biz bir yerdə oxumuşuq. O da incəsənətlə məşğul idi. Sonradan da Nə baş verdi? Nə qırılma heç nə nə oldu? baş vermədi. Nə bilim. Başa fikirləşdim ki, ölkədə yaxşı polis çoxdur, yaxşı rejissor azdır, dəyişim. Bir anda. Dəstək olum rejissorlara. Okay, Bir anlıq yox, mən paralel məşğul idim axı, mən neçə il paralel həm kino, həm polis ikisi bir yerdə gedirdi də, yəni məndə paralel gedirdi. Mən 2011-ci ildən çəkirəm. O alınandan sonra təmiz buraxdın o işi, o kapitanlığı? Yox, elə şey. Yox, rejissorluqda özünü yoxladın. Alındı, gördün ki alınır, ondan sonra çıxdın polisdən. Yox. Mən 2011-dən çəkirəm. Çıxmışam 2023-də. Aha. 12 il hələ paralel işləmişəm. Okey, mən onu deyirəm də. Hə, yox. Ki, alındı, rejissor kimi tanındın, ondan sonra polisdən çıxdın. Yox, deməzdim. Nə bilim, bir anlıq başa düşdüm ki, bayaq dediyim kimi də fikirləşdim ki, kiməsə yerimi verim, gedim incəsənətlə məşğul olum. Yaxşı, paralel aparanda, O qədər həvəsində olan var. paralel o işi görəndə, iş rejimi ilə o işi necə birləşdi? Çətin idi. Mənə çox çətin idi. Mane olurdum adətən. Gördüm ki, məsəl üçün işlər yüklənir. Həm bu iş, həm o iş. Başa düşürüm ki, mən ikisinin dalınca qaçsam, birində axsaqlıq olacaq, ona görə dəyişdim peşəni. Keçmiş polis kapitanı müstəntiq olaraq sizcə ədalət nədir? Bilmirəm axı. Onun da cavabını bilmirəm. Ədalət belə bir çətin bir şeydir ki, ədalət vicdandır. Vicdanın varsa ədalət də ola bilərsən. Mənə elə gəlir. Ən vacib mənim üçün vicdandır. Yəni, insan hər bir şeydə vicdanlı olmalıdır. İşində də vicdanlı olmalıdır. Ailədə də vicdanlı olmalıdır. Hər yerdə. Bəli, hər yerdə vicdanlı olmalıdır. Senariləri yazarkən özünü kütləyə işləmək məcburiyyətində görürsən, yoxsa tam azad fikirlərin məhsuludur? Mən ssenari yazmıram çoxdan. Yəni, axırıncı yazmışam 2018-ci ildə. Okay. Öz filmlərimi çəkəndə yazmışam ssenarini. Mən ssenari yazmıram. Ssenari yazmaqda azada qaçmıram. Nəsə var idi, fikirlərim var idi. Yazırdım 2015-də birini yazdım. 16-da birini yazdım. 17-də, 18, 4 film də yazmışam belə deyək. Yox, 5 film. 5 film yazmışam. O da bəziləri tam müstəqil özüm yazmışam. Bəzilərini isə ssenari müəllifi kimi yəni əlavə adam cəlb eləmişəm. İkisimiz bir yerdə yazmışıq. Pərvizlə işləmişəm, Nicatla işləmişəm, Nurlanla işləmişəm. Uşaqlar bu işi mükəmməl bilir deyə mən də o qədər yaxşı bilmirdim o vaxtı.
Dedim uşaqları götürüm. Mənə kömək olsunlar. Sonra kömək dəyişdi. Artıq onlar tam olaraq ssenari müəllifi oldular və onların gətirdiyi əlavələr, etdikləri əlavələr ssenarini dolğunlaşdırdı, daha maraqlı elədi. Məsəl üçün ikinci pərdəni biz Pərvizlə yazırdıq. Ssenarinin əsas ideyaları harda idi? Sən o polisdə işləyən vaxtlar o ideyalar gəlirdi, yoxsa sadəcə öz beyninin məhsulu? Öz beynimin məhsulu deyil. Çoxu real hadisələrdir, belə deyim. O real hadisələrlə harda qarşılaşmışdın və harda eşitmişdin? Sabunçuda yaşadığım yerdə. Və bu yaxınlarda 11 nəfər zəhərlənmədi. Sonra 15-ə qalxdı. 15 nəfər hamısı mənim məhəllə uşaqlarım idi. Mən hamısını tanıyırdım onları. 15-i bir gündə necə zəhərləndi və necə yazmayasan, necə çəkməyəsən? Bunlar haqqında necə çəkməyəsən? Misal üçün də demirəm, maraqlı hekayədir, amma belə bir şeylər olur da. Demirəm hamısını Sabunçuda görmüşəm. Bəzilərini orada burada eşitmişəm. Bəziləri real hadisələrdir, yəni gözümün qabağında olub. Nə bilim, belə də. Yaxşı, indi belə bir sual, hal-hazırda qalmaqal olan və biraz məncə toxunulan mövzu Əqrəb mövsümünün 2-ci sezonunda Əşiq edib vəkildən zaddan işləsin və Oğraş vəkil kimi ifadələr, səslənilən ifadələr. Əgər dediyin kimi ssenarilərdə real həyatdan nələrsə götürülürsə və bu sosial bir xarakter daşıyırsa, burada mesaj nə idi? İndi hal-hazırda Heç bir mesaj yox. Vəkillərə aid bir şey var idi ortada. Heç bir mesaj yox idi orada. Biz bunu verilişdə də danışdıq. Nə bilim, bu o qədər absurddur ki, ümumiyyətlə bu haqda danışmaq düzgün deyil. Yəni necə danışmaq olar bunu? Yəni mən o verilişdə də demişdim, indi də təkrar eləyə bilərəm ki, bu müzakirə mövzusu deyil. Bunu oturub ciddi ümumiyyətlə danışmaq olmaz. Nə danışırsınız? Bu serialdır. Olmayan qəhrəmanlardır. Heç biri. Niyə sırf vəkillərdə? Yəni vəkillər orada elə absurd şeylər. Niyə sırf vəkil niyə? Vəkillər müstəqildir deyə, vəkillər kollegiyası yox, müstəqil fəaliyyətdədir heç deyə. fikirləşmir. Heç kim onu yazanda Azər yazıb ssenarini, nə bilim mən də nələrsə əlavə eləmişəm. Yəni heç kim o ssenarini yazanda fikirləşmirdi ki, biz gedək vəkillərə sataşaq və yaxud kiməsə sataşaq. Ümumiyyətlə heç fikirləşmirdik ki, kimsə bunu ciddiyə qəbul eləyər. Amma vəkillər özləri birbaşa keçdilər təhqirə. Görmürsünüz nə qədər məni təhqir ediblər. Heç birinə cavab verirəm. Nəyimə lazım? Mən onların düşüm o məni təhqir edən vəkillərin səviyyəsində düşüm onlarla mübahisə eləyim, ağız-ağıza vereyim. Niyə polis yox, prokuror yox və digər güc strukturu yox da vəkil? Yəni vəkillər Onu kim və deyir vəkillər ki, yox. Bax, onu kim deyir yox. Kim deyir də onu yox. harda belə onların Hələ bu serialda təhqir var birbaşa. Bu serialda birbaşa təhqir var, vəkil deyilən sözdən də pis söz deyilir. Hanı o? Niyə heç kim durub demir ki, sən niyə prokuror söydün? Niyə həmin o vəkillər o deyirdilər verilişdə ki, biz ağımız kimi əminik ki, siz orada heç kimə heç nə deyə bilmərsiniz. Növbəti seriya yox, bir seriya sonra, 4-cü seriyada da, 4-dür ya da 5-ci seriyada məhz bu mövzu var. Hələ qabaqda da olacaq. Niyə də yox? Birincisi orada olan prokurorda uydurulmuş bir yəni beyin məhsulu da belə deyək. Real adam deyil, personajdır. Orada olan vəkil də, orada olan polis də, onlar heç bir reallıqda yoxdur. Onların özünün adicə prokurorun istintaqı aparma belə deyim üsulu hərdən bir bizi məcbur edir ki, yəni ssenariyə görə məcbur edir ki, biraz biz orada onu bir qədər şey göstərək də, yəni qeyri-peşəkar kimi göstərək ki, bu birisinə yol versin. Bu birisini personajı qaldırmaq üçün, yanındakı o müstəntiqi qaldırmaq üçün biz biraz istər-istəməz onu biraz zəif göstərmiş olmaq məcburiyyətindəyik. Yəni bu da var. Yəni biz onu ona görə sözümü nəyə gətirirəm? Sözümü ona gətirirəm ki, bu müzakirə mövzusu deyil. Polisiya niyə deyilmir, prokuror niyə deyilmir? Digər biz heç kimə ümumiyyətlə sataşmaq fikrimiz yox idi. Nə filmdə, nə serialda yoxdur. Filmləri qoyaq qıraq. Yaxşı, mənim filmlərimdə okey. Filmlərim yəni o da orada da müzakirə eləmək düzgün deyil. O da çünki belə deyək, bədii əsərdir də. Bu serial isə ümumiyyətlə əyləncə xarakteri daşıyır. Nə bilim, tamaşaçını televiziyaya öyrəşdirmək, qaytarmaq bir məqsədi daşıyır. Yəni ki, bizim yenidən formalaşdırmaq. Bizim kanallar görürsünüz ki, inkişaf edir, get-gedə. Yəni kanallar inkişaf edir, İctimai TV günü-gündən yəni serialları həm zənginləşdirir, həm vəsait ayırır. Bəli, yəni yaxşı görürsünüz ki, gör nə qədər rejissorlarla çalışırlar, məndən paralel, yəni nə qədər rejissor işləyir orada da. Yəni nəsə eləyirlər ki, bu sektor inkişaf eləsin. Heç kim onu ciddiyə qəbul etməməlidir. Yəni orada baş verən mövzuları, o uydurulmuş bir orada dalbadal məsələ var idi. 2 seriya dalbadal. Nə olsun ya, heç kim fikirləşmir də axı onu ki, 2 seriya dalbadal biz vəkilə söz atırıq. Mən oturub onu montaj edəndə fikirləşirdim ki, bu müzakirə mövzusuna çevriləcək. Yəni mən o qədər düşünmürdüm ki, biz niyə düşünmürdüm? Çünki mən olsaydım onların yerinə,
Mən heç vaxt onu yəni müzakirə etməzdim. Şəxsi Gülüncdür də onu şəxsi müzakirə fikrimi etmək. deyim, niyə görə bu qədər müzakirə olunduğun və sənin o sözlərin niyə o Bəs sualı da niyə belə şey verdin? müzakirə, yaxşı müzakirə olundu, niyə o birisi müzakirə olunmadı? Niyə Müzakirə növbəti olunmadı. seriyada qızın qardaşı gəlir Moskvadan, görür ki, prokurorumuz dayanıb şeylə, onun bacısı ilə qapıda dayanıb, ona yumruq atır, onu söyür. Niyə bunu müzakirə etmirlər? Biz ancaq bir şey görürük, vəkili görürük də. Yox, həmin o vəkil çıxsın desin Cəmiyyət ki, olaraq temamız çıxsın odur. desin ki, biz səhv elədik. Həmin o bizi təhqir edənlər. Çıxsın desin ki, təhqir ha, çünki onlar məni təhqir edirdilər. Hə. Birbaşa ünvanını. Təhqir düzgün deyilsə, ünvanlı. tənqid edə bilərlər. Hə, tənqid okey eləsinlər. Məncə orada Əgər Oğuz onlar sözü kino söhbət tənqidçidirlər, tənqid eləsinlər. Yəni onların müstəqil fikri ola bilər, okey olsun. Amma götürüb həmin o məni tənqid edən adamlara üzümü tutub demək istəyirəm ki, qardaşlar siz məni tənqid edirdiniz, verilişdə deyirdiniz. İndi həmin o adamlar üçün desin ki, yox biz səhv eləmişik. Orada sənə irad bildirdik ki, sən bunu heç kimə deyə bilmərsən. Mən onsuz heç kimə işə demirəm. Nə mən, nə Azər heç kim. Bu sadəcə ssenarinin bir tələbi idi ki, bu olmasa bu hadisə baş verməyəcək. Gəlin burada biraz şişirtmə eləyək. Gəl burada qızın qardaşı prokurora bir nə bilim yumruq atmağı cəhd eləsin. Yəni bunları eləyək. Yəni bunlar oldu. Bunları deyin ki, hə biz orada belə demişdik sənə. Danışılırsa bunlar da danışılsın. Hə bunlar yox, danışılsın yox. Niyə danışılsın? Danışılmasın, lazım deyil. Ümumiyyətlə danışılmasın. Yəni yox, danışılsın. Yəni desin ki, hə mən sənə orada irad bildirdim. Ki belə şey ola bilməz. Heç kim orada prokurora məsələn yumruq ata bilməz. Sən onu göstərə bilmərsən, sənə cəsarətin çatmaz kimi bir fikir səsləndi. Onu demək istəyirəm. Amma növbəti seriya onu göstərdi ki, bunlar səhv deyirlər, elə deyil. Biz göstərmişik. Bu qədər danışılmasının səbəbi bilsən nədir mənim fikrimcə? Sən o qədər sosial reallığı çəkirsən, indiyə qədər olan çəkdiklərin pərdə və o digərləri. Və insanların məncə və mənim fikrimcə sənin yığdığın bir kütlə var, bir rejissor olaraq və doğrudan da hal-hazırda mənim ən çox adı eşitdiyim və bizdə bütün verilişlərdə, şərh bölməsində kimləri qonaq görmək istəyirsənin hər bölümün altında mütləq Emil Quliyev gəlsin deyə bir kommentariya var. Və bu o deməkdir ki, sən artıq bir müəyyən bir kütləni özünə yığmısan və o kütləni inandırmısan. Çünki çəkdiyin də normal iş idi, göz qabağında olan iş idi və sosial reallıq var idi ortada. Və sən özünü inandırdığın həmin o kütləyə çıxıb deyəndə ki, məsələn, artıq beyinlərində formalaşıb da ideya ki, Emil budur və biz Emilə inanırıq. Yəni bu sənəsi də respekt, sən bunu yığmısan. Və o sözləri, onu o respekti yığan Emilə dalınca o sözləri 2 dəfə o vəkil belə istifadəsi bəlkə də insanlarda o tərəfdən qıcıq yaradır ki, Emil artıq hansısa bir insanlarda fikir formalaşdıra biləcək bir insandır. Yəni bir fiqurdur, hansı ki, doğrudan da o insanların fikirlərinə təsir edə bilir. Yəni komedi falan digər çəkən insanlar, orada da yenə də sosiala toxunsa da, cəmiyyəti tənqid belə etsə, cəmiyyətin hansısa bir nöqtəsini insanlara göstərsə də, onlar ha-ha, hi-hi gülüb keçməyə xatirinə bir şeydir və onun rejissoru sənin qədər danışılmır. Sənin çəkdiyin filmlər, sənin çəkdiyin seriallar daha çox insanın beyninə otura biləcəkdir və insanların düşüncəsini yönləndirə biləcək bir şeylər edirsən. Və ona görə də sənin istifadə etdiyin hər bir söz, personajın insanlara bu qədər təsir edir və buna görə də bu qədər qalmaqal çıxa bilər. Bir də situativ olaraq orada məncə fərq var. Prokuror gəlib vurur, düzdür. Birinci ailə məişət zəminindədir, qeyrət məsələsi Azərbaycan normal olaraq. Amma sən orada prokuror da obrazdır. Başa düşdün? O prokuroru vurmayıb başqa adamı da vura bilər. O prostaki bir obrazdır. Biri də var ki, sən obrazın adıyla hansı bir peşəyə şeyirsən. Məncə bu fərqli bir şey. Fərqli deyil. Yaxşı, buna da cavabım var. O situativdir, doğrudan o situativdir. Buna da cavabım var. Növbəti seriyada birbaşa cinayətkar bu tutan vaxtı ona yaxşıca bir söz deyəcək. Hə, onu nə edək yaxşıdır? Onu hara, ona nə don geyindirəcəyik? Vəkilin şəxsi keyfiyyətlərindən söz deməmisən sən. Sən işinə birbaşa ixtisasın peşəyə itələmisən. Amma prokuror orada şəxsi keyfiyyətsizliyindən, prokurorun işini görmədiyi vurulmur. Sadəcə qısa demirsən, şey eləyir deyə vurulur da, o bir məişət mövzusudur. Məişətdir də, o məişətdir də. Onu qoyaq qırağa, o məişətdir. İndi növbəti seriyalarda olacaq ki, necə ki burada demədi, hanı oğraş vəkil və yaxud da demədi, bu kim dedi? Ərini öldürən qadın dedi ki, hanım mənim oğraş vəkilim. Növbəti seriyada, indi növbəti seriyalarda, bilməm hansı seriya, 8-də, 9-da, neçədədir. Bu və bizim baş qəhrəmanı tutduğu cinayətkar söyəcək. Demək istəyirəm ki, это льстит, ruslar demişkən. O dedikləri.
Açığı. Fikir formalaşdıra bilər. O normal haldır. Mən bunu heç nə eləyə bilmərəm. Amma yenə də mənim çəkdiyim filmləri yaxşı gəl day məcbur qalıb deyirəm ha ki, gəlin yaxşı mənim çəkdiyim şəxsi müstəqil filmlərimi ciddiyə qəbul etmək siləsi qoy eləsinlər. Yaxşı onlar hə, okey, onu qoyaq qıraq. Amma bu serialdır. Bu əyləncə xarakteri daşıyır. Məndən olsa, mənim öz seçimim olsaydı, məsələn mən Əqrəb çəkməzdim. Çəkməzdin? Yox, çəkməzdim. Çünki mənim o vaxt ki mən hava ki Azər gəldi mənə dedi, yəni mən danışmışam deyəsən bir neçə dəfə ki, mən əsl çəkmək istəmirdim Əqrəbi, çünki mənim mövzum deyildi, mənə yaxın deyildi. Sonradan nə bilim, yaxşı oldu ki çəkdim. Açığı, yəni çox tanındı, o serial çox baxıldı, müzakirə olundu. Nə bilim, yəni müsbət cəhətləri çoxdur həmin o serialın mənim üçün. Söz yox, bunu dana bilmərəm. Amma yəni mövzu seçimi olsaydı mən sözsüz ki, janr həm mövzu ümumiyyətlə mənə yaxın olan bir şey deyil. Amma çəkirəm canla, başla, həvəslə çəkirəm, amma mənim mövzum deyil. Mən seçilmiş olsaydım bunu seçməzdim. Ona görə də yenə də qayıdırıq ki, burada mənim fikrimi rəhbər tutmaq lazım deyil. Bu mənim fikrim deyil. Təməldən bu ssenaridir. Birinci mövsümdə isə ümumiyyətlə, onlar gördünüz mü vəkillər nə deyirdilər? Deyirlər ki, birinci mövsümə baxdıq, 12 seriya ərzində heç bir dindirmədə vəkil dəvət olunmadı. Həmin o vəkil mənə o sualı verəndə mənim orada ağlım kəsmədi. Gələk onu deyərdim ki, orada dindirilən şəxslər, heç bir dindirilən şəxs təqsirlənən şəxs deyildi. Hamısı şahid kimi dindirilib. Şahid indiriləndə də vəkil dəvət olunmur. Mən hansı adla dəvət eləməli idim onu, həmin o vəkili, həmin o şahid dindirməsində? Hörmətli mənə irad bildirən vəkillər, zəhmət olmasa bunu bir açıqlama verərdiniz. Axırıncı bir dənə bu mövzuya sualım. Dedin, bax, prokurora o söz yumruq atmaq məsələsi də. Prokurora yumruq atmaq məsələsi səncə onunla onun fərqli cəhətləri yoxdur? Yəni, prokurora yumruq atıldı məişət zəminində. Olsun. Qısqanclıq və yaxud həmin vaxtda. Yaxşı. Amma Qeyrəti, digər verilən... Qeyrəti, hə. belə deyim. Hə. Amma digər verilən sözdə sadəcə orada xanımın vəkilə dediyi ümumi bir sözü idi. Deyə saymırsan səncə? Yəni, fərqli şeylər deyil bunlar. Fərqlidir. Məhz, hə, yaxşı. Ona da cavab fərqlidir bu seriyada olsun. Yaxşı, burada ailə məişətdir deyə, hə, tutalım, işdən kənar vaxtdadır. Növbəti seriyalarda yenə də olacaq. Növbəti seriyada olacaq ki, eyni bu qadın kimi digər bir cinayətkarı bizim prokuror tutur və tutanda o prokurora yağlıca bir, hətta buna demədiyi bir sözdə deyəcək. Normaldır. O dediyi sözdə normaldır. O prokurorun ona münasibətində normaldır. Prokuror durub onu əl-ayağa çıxan deyil ki. Vətəndaşdır da indi. Vətəndaş deyil, açıq, vətəndaşdır, söz yox. Cinayətkardır. Bu cinayət törədib. Bunlar bilirlər ki, biri ki, bu gün məsələn dindirmədədir və s. İndi əsəbləşir, söyür. Neynəsinlər? İndi yəni bu söhbəti bağlayaq da. Vallahi bu söhbət gülməlidir, həqiqətən gülməlidir. Bu müzakirə obyekti deyil. Ciddiyə almaq dedin ki, insanlar mənim yazdıqlarımı ciddiyə almaq məsələsi. Sənin məqsədin də o deyil ki, insanlar sənin yazdıqlarını ciddiyə alsınlar. Sənin çəkdiklərin filmləri ciddiyə alsınlar və fikir formalaşdırsınlar. Alsınlar ciddiyə. Söz yox, demirəm. Amma necə başa salım? Bu mənim şəxsi fikrim deyil. Bu mənə təqdim olunan ssenarinin özəyidir. Ssenarinin leytmotividir. Nə bilim, daha doğrusu yox, səhv dedim. Bunlar heç bir şey ona aidiyyət yoxdur. Bu ssenarinin içində olan bir detaldır, elementdir. Mən onu çəkmişəm. Ümumi ssenaridə yəni mənim beynimin məhsulu deyil. Təqdim olunub, oxumuşam. Okey, çəkək. Yəni bu qabaqcadan o ssenarini oxuyublar da, o ssenariyə münasibət də bildiriblər. Yəni bu gün o ssenariyə girib onu qurdalamaq düzgün deyil. Bədii əsəri uydurulmuş dünya adlandırmaq mümkündür. Lakin bunu tamamilə məzmununa və məqsədinə bağlıdır bu məsələlər ki, hansı məzmundadır? Məsələn deyim, fantastika, elmi fantastika və yaxud mistik janrda olan filmlər və yaxud seriallar bu başa düşüləndə. Amma sosial realizm çəkirsənsə və hadisələr real həyatdan və mühitdən ilham alırsa, yəni bədii təqdimat və personajın daxili dünyası müəllifin təsəvvürünün məhsulu olur. Bu təqdirdə bədii əsər uydurulmuş bir dünya deyərək bu müzakirədən sadəcə qaçmış sayılmırsan. Buna da bir cavab deyirəm, buna da bağlayırıq. Personaj deməyib, bir qələt eləyib deyib də. Personajdır da. Mən onu da anlayaram. Narahat olun. Hamının maraqlandığı mövzuya.
Niyə filmlərdən qazanc edə bilmədiniz, amma seriallardan edə bildiniz və maddi qaynaqlar fərqlidirmi? Filmlər bizdə işləmir. İşləyirsə də pis işləyir. Janr olaraq işləyir. Komediyalar, melodramalar ola bilər, işləsin, ola bilər. Bilməm, sual altındadır. Nə bilim. Yüngül mövzular. Yüngül yaxşının yaxşı mənasında, pis mənasında yox. Yəni ki, cana rahat gəldin, ailənlə oturdun, baxdın, çıxdın, getdin. Mənim çəkdiyim mövzular, toxunduğum filmlər təəssüf ki, tamaşaçı gedib kinoteatrda baxmaq istəmir. Bu da normaldır. Əvvəl incirdim. Bilməm kimdən incirdim, onlardan incirdim, özümdən incirdim, bilmirəm. Amma hər halda incirdim də. Ki iş görmüşəm heç kim. Hə, iş görmüşəm, əziyyət çəkmişəm. qədər Mən tək dəyər- yox, o qədər o qədər dəyər adam verir. iş görüb, əziyyət çəkib, nə bilim, gedib dost-tanışdan pul tapmışıq, indi onlara nə qaytaracağıq zət, belə bir fikirlər var idi. Okey. Yəni bu o vaxtı belə düşünürdüm. Amma indi elə düşünmürəm. Başa düşürəm onları, normal başa düşürəm. Hətta qəbul da edirəm. Hətta bəlkə də deyirəm, sağ olsunlar ki, gəlmədilər. Onlar tamaşaçılar kinoteatra gəlmiş olsaydılar, bəlkə də mən qudurardım. Yaxşı mənada. Deyirəm, pis mənada da. Ola bilər. Bilmirəm. Mən deyəmmərəm ki, mən imam övladıyam bu dəqiqə. Elə olmaz, belə olmaz. Ola bilər, hər şey ola bilərdi. Gələrdilər, kassam bol olardı, pul qazanardım, gedib növbət dəfə deyərdim, qəşki, nə çəkirəmsə o qəbul olunur. Biraz rahatlıq gələrdi mənə. Amma o gəlmirdi deyə mən məcbur idim özümü sübut edim. Özümə sübut edirdim ki, yəni sən bundan da yaxşını eləyə bilərsən, get işdə, get fikirləş, get düşün. Belə. Hirs yaranırdı da səndə belə. Həm hirs yaranmırdı. Yox, hirs deyildi. Bu bir, nə bilim, özümlə belə deyim, mübarizə apardım. Nə bilim, rəqabət apardım. Özümlə rəqabət apardım ki, inkişaf eləyim. Və bu da öz nəticələrini verdi. Serial oldu. Göründüyü kimi, seriallar, şükür ki, seriallar ortaya çıxdı. Bu seriallar məni açığı fikrimdən döndərdi. O mənada ki, mən açığı çəkmək istəmirdim. Birincisi, başa düşdüm ki, filmlərdən pul qazana bilməyəcəm. Pul qazana bilməyəcəm deyə mənası yoxdur artıq çəkməyin. Demək istədiyimi də artıq demişəm. Yəni özümün içində nəsə var, nəsə bir fikir var deyim. Həmsə işimə davam eləmək istəyirdim. Mənim başqa bir işlərim də var. Deyirdim elə o işlərlə məşğul olum. Heç də bu işə nə vaxtsa birdən bir yeni bir fikir gələr, 5 ilə, 10 ilə birini də çəkərəm. Kimi bir fikrim var idi. Amma həmin anda elə oldu ki, seriallar əmələ gəldi. O seriallar ikinci bir nəfəs verdi. Ən azından bir balaca yetimçilikdən əl çəkdik də. Yəni yetimçiliklə kino olmur. Yaradıcılıq olmur. Belə olmur. Yəni kino özünüz heç kimə lazım deyil. Heç kimə lazım deyil. Bugün kinoya can yandıran, mənim tanıdığım ən çox can yandıran varsa da Azər Aydəmirdir. Can yandırdı da bu adam. Həm aktyordur, aktyor qoy qırağa, o heç, onu hamı tanıyır. Bu kənardan işlər görür ki, kino inkişaf eləsin. Nə bilim, Azərdir. Tanıdığım belə adamlar var ki, ümumiyyətlə kino adəti yoxdur, amma onlar kino üçün o qədər can yandırırlar ki. Ki bu mədəniyyət inkişaf eləsin də, kino mədəniyyəti. Kino inkişaf eləsin. Demişəm, yenə də deyirəm ki, kino elə bir ki, kimsəsiz uşaqdır da, heç kimə lazım deyil. Dünya bir yol qırağında maşınlar gəlib keçir yanından, heç. Bəlkə kimsə oradan 500 manat pəncərədən uzadar. Yaxşı, bu serial məsələlərini daha da inkişaf etdirmək istəmirsən. Məsələn, Netflix. Mən necə inkişaf elətdirə bilərəm? O mənim gücümdə olmayan bir şeydir. Yəni mən investisiya tapmaq, artıq niyə bir mən iş investisiya görmüsən. axtarmalıyam? Mən nə qədər axtarım? Bəsdir də. 15 illik investisiya axtarmalıyam mən. Axtardım da, mən öz filmlərim üçün axtardım. Bəlkə elə bir təklif Bəxtim gəlsə. gətirib ki, mənim dostlarım imkanlı adamlar idi. O vaxt ki, yəni dostlar indi də qalıb. O vaxt ki, yəni ətrafımda olan, indi də ətrafımda da o insanlar, amma sadəcə o insanlar, yəni o vaxt mənim inkişafıma öz şəxsi maliyyəsini ayırıblar. Yəni gelib o ailəsi ilə istirahət edə bilməzdi opla. Eləyə bilərdi. Götürüb mənə verdi ki, get kino çək, inkişaf elə. Sağ olsunlar. Elə adamlar var idi mənim ətrafımda, şükür. İndi də var o adamlar. İstəsəm də yığsam mənə istədiyim filmə lazım olan maliyyəni ayıra biləcək adamlar var. Amma 100 də yaxşı şeydir. Məscidin deyir qapısı açıqdır. İtin abrına nə gəlir? Elə bir investorlar hansı təklif almamısan ki, qardaş sən bu işi bacarırsan, Yox. Azərbaycanda bu səviyyəyə çatdırdın. Gəl mən sənə büdcə ayırım, get Netflix. Yox. Daha çox pul qazan. Yox. Olsa bəs razı olarsan. Əlbəttə razı olam. Niyə də razı olmayım ki? Birinci razı olaram. Və o keyfiyyətimizi İkincisi, də o qədər o Netflix o var, səviyyəsində açığı o var. Yəni bizdə elə prodüser var. Mən bu gün çalışdığım kanalın rəhbəri. Yəni qoyduğu məqsədlərə də çatır. Yəni işləyirik də fakt. Görürsünüz neçə 5 ildir dayanmadan serial çəkirik. 5-ci serial çəkmişəm. Hazırda montaj olunur. 5 deyirsən, hə, 5-ci serialdır.
Montaj prosesi gedir. Növbəti seriallarımız da olacaq inşallah. Bir yaxınları xəbərlərdə olacaq. Yəni işləyirik, fakt. O adam qoyduğu məqsədə çatır, eləyir. Onun Netflix-ə çıxmaq kimi mən biləni bu gün bir məqsədi yoxdur. Açıq mənim də yoxdur. Nə var Netflix-də? Okey də var. Hə, platformada dünya qlobal baxır. Okey, razıyam. Belə də baxırlar da, yəni. Mən istədiyimi çəkirəm, cəmaət baxır, müzakirə eləyir. Pulsuz da baxır YouTube-da. Gedib Netflix-ə pul ayırıb baxsın. Okey, onlar əla olar. Olarsa da əla, mən istəyərəm ki, olsun. Fakt məni ora çağıran yoxdur. Nədir bizi orada itirib axtaran yoxdur. Türkiyədə var onların bürosu. Heç bir də mən bilən Orxan Mərdan gedib nəsə onlarla kontakt qurmaq istəyir. Deyir, o qədər konspirologiya yaradıblar ətraflarında prodüserlər ki, onlarla əlaqəyə girmək olmur. Nə geri qapılarında duraq ki, qurban bizi də götürür. Vallahi mən getmərəm. Hələ mənim bu tamaşaçıların bu deyir ki, o yəni rəğbəti bəs eləyir. Bizim tamaşaçıların yerli YouTube-dan gəlib baxırlar, bəs eləyir. Bu yaxınlarda film buraxdım. Baxıram filmin kommentariyalarına ki, şərtdə. Yəni, bir dənə pis kommentariya yoxdur. Yoxdur. Tamaşaçı baxır, bəyənir. Bəs də mən mənəvi rahatlıq aldım. Ruhum dincəldi. Egomu biraz belə sığalladım. Bəs edir də mənə. Mən niyə gedim? Nə var Netflixə gedib nə göstərəcəm Netflixə? Sən maksimum məqsədin buydu Azərbaycan üçün. Bunu tanımaq. Niyə? Yenə davam edir də, işləyirik də. Baxırıq da, bəs edir də. Kim o iş prodüserin işidir, mənim işim deyil. Mən həm iki papağı taxmışam başıma. Bilmirəm, bunu çıxardıram, onu taxıram, mane olur bir-birinə. Olmur belə. Ya sən ya prodüser ol, ya rejissor ol. Rejissor, prodüser biraz çətin məsələdir. Bu baxımdan da o mənim işim deyil açığı. Gedib festivallarla danışmaq, mən heç o filmi festivallara göndərməmişəm. Əvvəl göndərirdim. Elə bildim ki, burada bir şey, ali bir məqsəd var. Sonra başa düşdüm ki, festivallar mənim üçün məqsədsiz. Mənim üçün məqsədsiz, istəmirəm. Mərufət Həsənov deyir ki, sən deyir şey, narodni rejissor, xalq rejissor. Mən bəs eləyirdim. Yaxşı rejissorluqdan söhbət düşmüşəm. Niyə Azərbaycanın yaxşı rejissorlar yetişmir və rejissorluq təhsilinin yetişir. Yetişir də yol qırağında deyirəm dayanıb, bir dənə maşınlar yanından gəlib keçir, heç kim baxmır onlara. Çıxarıb 3-5 manat pul verirlər ki, gəlin işlə. O qədər yaxşı rejissorlarımız var. Ya o bayaqki dediyim uşaqdır, yol qırağında qalan uşaq. O məcazi. Sonra onu da yozmasınlar. Bir də rejissorlar da sonra mənim məhkəməyə. Yaxşı, onda belə çıxır ki, Azərbaycan Dövlət İncəsənət, Mədəniyyət və İncəsənət Universitetinin hal-hazırda verdiyi rejissorluq tədrisindən və təhsilindən razısan. Yox, təhsildən qəti, sıfır. Mən tanıdığım uşaqlar. Sual əslində o idi. Mən orada təhsildən mən tanıdığım, mənimlə indi işləyən uşaqlar təhsili məndə alırlar. Mənim özüm yox, mən özüm qaldırıb bir şey eləmək istəmirəm. Mənimlə işləyən uşaqlar praktikada daha gözəl təhsil alırlar, nəinki olan gedib o İncəsənət Universitetində təhsil almaqlarından. Mən işləyən bir nəfər var. İncəsənət Universitetini bitirib. Nəinki o, bir çoxu bitirib. O mənə demişdi ki, bizim bir rejissor var, tanınmış rejissor da onlara dərs deyir. Birinci kurs, birinci dərsdir, gəlib, onu mən deyəsən demişəm artıq, bir də deyəcəm. Gəlib uşaqlar deyir ki, tanış olublar, sonra verin. Gəlin bir-birimizi allatmayaq, sizdən rejissor çıxmayacaq, bu da bunun verdiyi stimul birinci dərsdə. Ya Allah, getdik. 4 il batdı. Valla, mən İncəsənət Universitetinə Allah kömək olsun. Yolda qalan dediyin olmuş uşaqlar. Mən oradan çıxan uşaqları, bu dəqiqə bir xanım var, gəlib yanımızda ki, mən deyir, qısa metraj film çəkmək istəyəm, İncəsənət Universitetinin tələbəsiyəm. Mən də şeydim, diplom işi ilə bağlı. Aylarla, illərlə gedir, gəlir. Nə var orada 3000-4000 pul olacaq ki, geçsin qısa metraj film çəksin. İnan Allah ki, yəni bu yaxınlarda əlimə bir vəsait düşəcək. Öz şəxsi qazancım. Mən o xanımı, yəni onun filminə tələb olunan pulu qarşılamaq istəyirəm ki, gelib o qapılara durmasın. Vallahi durmasın. Yəni olmur belə. Özüm keçmişəm deyə o yolu. İstəmirəm kimsə də keçsin. Biraz pis yolda, gələk biraz iradən olsun, biraz əlavə gəlirin olsun ki, sən o qapıda duranda bir bulka alıb yeyə biləsən. Yəni, bu məsələ var. Sən gedib durarsan qapılarda aylarla, az qarına durmaq olmur, susuz durmaq olmur. Yaxşı, deyirsən, o istedadlı uşaqlar vardır, rejissorlar var və onların ən böyük çatışmazlığı nədir, problemi nədir? Problemləri... Maddi dəstək, yoxsa kreativin azadlığı, tamaşaçının bazasının formalaşmaması, nədir də bunun adı nədir? Demirəm ki, hamısı, amma tanıdıqlarımın əksəriyyətinin, ruslarda var o söz, bilməm azınız necədir, stержень var, o çatışmır. Onurğa sütunu, nə bilim, nədir o stержень? Yəqin onurğa sütunu. Davamlılığı ki, mən bu işi eləyəcəm və axıra qədər gedəcəm. Məqsədi? Gücü. Biraz gücü çatmır ki, mənəvi gücü, belə bəlkə fiziki hamıdan da güclüdür. Mənəvi güc çatmır ki,
qoyduğu məqsədə gedib çatsın. Yarı yolda qırılır, həvəsdən düşür. O qədər həvəsdən düşmüşəm ki mən. Həvəsdən düşmüşəm. Vəsə da çəkməyəcəm demişəm. Səhər ayılırsan ki, dünə dediyin yadından çıxdı. Mən deməmişəm onu, gedirəm yazmağa. Sonra nə edəcəksən? Yazdın, hara gedəcəksən? Nə çəkəcəksən? Pulun yoxdur axı. Tapacam, narahat olma. Özümə deyirdim, belə təsəllilər verirdim ki, eləyəcəm. Tapacam. Gedirdim, tapırdım. Nə bilim, nəyisə havayı, nəyisə kimdənsə xahiş edirdim. İctimai TV-dən axırıncı dəfə xahiş eləmişdim. Mənim də filmə kömək oldular, dəstək oldular. Heç fikirləşmirik. Bir rayonda çəkirik, bizə generator lazım. Saydıq hesabladıq ki, bir generatora bizə bir 8-10 min pul çıxacaq. Getdim, xahiş elədim, bir məktub yazdıq ki, dəstək ola bilərsiniz, oldular. Elə adamlar çoxdur Azərbaycanda dəstək olmaq istəyən. Sadəcə bu adamlar, hansı ki tez ruhdan düşür, hansı ki gücü çatmır, gedir başqa işlərlə məşğul olur. Bax, o adamlar elə yaxşıdır ki, gücdən düşürlər. Gücü olan adam gedib çatar məqsədinə və nəticəsi də göz qabağında olar. Məncə o getməsə daha yaxşıdır. Bəs kreativ tərəfdən necə? Azadlıqları var. Məndə var. Məndə var. Digərlərində danışaq. Bilmirəm axı. Açığı var, bəziləri var. Baxıram ki, məsələn, yaxşı işlər var. Görürəm ki, həqiqətən də çox möhtəşəm işlər görən uşaqlar var. Azdılar, amma var. Deyim ki, böyük bir kinoindustriya yarada biləcəyi yox. Bizdə o kadrlar yoxdur. Yoxdur. Hələ ki yoxdur. Azdır. Çox azdır da, yəni bilən biz onsuz da balaca ölkəyik. Əhalimiz də çox da deyil. Amma yenə də əhali sayına görə, incəsənətdə olan insan sayına görə mənə elə gəlir çox azdır. Tez həvəsdən düşüb qırılıblar, gediblər. Ələniblər, belə deyək. Qalanlar var, işləyirlər, çalışırlar, nəsə eləyirlər. Amma bəziləri də var ki, eləsələr də başa düşürsən ki, bu el başa düşmür, nə eləyir. Nəsə eləyir də. Vay o hala ki, o onu eləyir dövlət büdcəsindən. Onda nə var? Yeyir. Yeyir yox, niyə yeyir? Yemir. Sadəcə götürür pulu, çəkir. Amma bilmir nə çəkir də, ağzına gələni çəkir. Onların istəklərindən qəmin Yox, onların istəklə deyil. olmaz, Özü gəlib, ssenari təklif eləyib, nə bilim, ssenarində əyri düz bir tər keçirdiblər. Okey, başlayıblar çəkməyə, çəkəndə də çəkən adam da bilmir nə çəkir. Ağzına gələni çəkir. Axırda baxırsan ki, bu nə filmdir, nə ayağı var, nə başı var, nə var. Bu da öz puluna deyil ki, deyəsən ki, özü bilər. Gelib tapıb, xərcləyib, özü bilər. Batırıb, özü bilər. Film çəkməyib, o da onun şəxsi işidir. Amma bir çox şikayəti bizdən nədən eşitmişəm ki, hələ dövlət büdcəsi ilə olanlar, yəni maliyyələşənlər, məsəl üçün filmi çəkir, hansısa bir yerdə təqdim edir, verməmişdən qabaq ki, göstərməlidir də protokolla ki, sən bunu mən çəkmişəm, sənin büdcəndən budur və təsdiq olunmalıdır. Həmin hissədə buranı sil, oranı sil, belə problemlərlə çox qarşılaşırlar deyə. O vaxt var idi, indi elə deyil. Beziblər yəni məsələlərdə. O vaxt var idi, indi elə deyil. İndi gələn o vaxtla indi hansı illərdən söhbət gedir? Yəni indi neçə ilə qədər o problem var idi? Yəni 2-3 ilə qədər, yoxsa 10 ilə qədər, 5 ilə qədər? Açıq mən ümumiyyətlə onlarla maraqlanmıram da, yəni mən nə nazirliklə işləmişəm, nə bir şey. Müstəqil çalışmışam işləyim deyə. Mən dəqiq bilməm hansı dövrlər. Amma bilirəm ki, o vaxtlar, indi nə bilməm 2010-dan bu yana, 2020-dən o yana, belə də harasa o dövrlərdə bilmirəm də. Yəni mən hələ bir o qədər də kinoda deyildim. Təzə başlayırdım. Bilirdim ki, yəni belə şeylər var idi. İndi demirəm, inanmıram ki, elə olsun. İndi çəkən yoxdur. Ki bilək ki, elə də elə deyil. Çəkən var, kinostudiyada yanıb, dövlət filmi maliyyələşdirmir, yaxşı da eləyir. Maliyyələşdirmir. Mən bilən yox. Mən bilən yox, maliyyələşdirmir. Dövlət və kino deyəsən ayrıldı bir-birindən. Bir arka var. Onlar nəsə eləyirlər, nə edirlər bilmirəm, amma nəsə eləyirlər. Mənim ümumiyyətlə o sualları mənə vermək biraz düzgün deyil, çünki mən heç bir halda onlarla bağlılığım yoxdur. Bağlılığım yoxdur onlarla. Mən müstəqil işləyirəm, mən qarışmıram. Öz işim var, öz kameram var, öz otağım var. Çıxdım, getdim, çəkdim, qayıtdım, gəldim. Yəni belə. Azərbaycan kinosunun kommersiya və sənət arasında tarazlıq qurması üçün ilk addım harda atılmalıdır? Beyinlərdə. Problem ən çox hansı tərəfdədir? Yəni sənət tərəfdədir, yoxsa kommersiya tərəfdədir? Yəni şirkətlər tərəf, sponsorlar tərəfdədir. Yəni belə istəsəm bir nümunə çəkim. Bizim qonağımız olmuşdu Rafael İskəndərov bu şəhərdə. Deyir ki, uzun illər teatrda çalışdım və gördüm ki, pul yoxdur. Ona görə də özümüz belə bir bu şəhərdəni yaratdıq. Biraz sənət olsa da, sənətdən biraz uzaqlaşsaq da, amma yenə də nəyisə edərək bunu çevirdik bu tərəfdən, kommersiya tərəfdən ki, pul qazana bilək. Eyni şey sən özün də deyirsən ki, yəni mən o pulu qazanmıram.
Nə olmalıdır? Nə tarazlıq necə yaranmalıdır burada? Kimlər necə addım atmalıdır? Hansısa bir konkret bir şeyi deyib nəticə əldə eləməyə çətin olacaq. Mənə görə burada kompleks yanaşma olmalıdır. Kompleks yanaşma olmalı. Təhsildən tutmuş, ta nə bilim kinoteatrda, ümumiyyətlə kütləvi informasiya vasitələrində, məktəblərdə, ən çox da elə təhsil ocaqlarında da oradan. Yəni oradan başlamalıdır hər şey. Yəni əvvəllər biz oxuyanda musiqi dərsi var idi, rəsm dərsi var idi. İndi heç biri yoxdur. Uşaqlar not bilmir ümumiyyətlə. Musiqi müəllimi gəlir, təbii çıxardım planşetləri, çıxardılar telefonlarda qurdanırlar, dərs qutardı, getdi. Boş dərs kimi. Əmək dərsləri var idi. Bizim uşaq qutardı bu məktəbi. Heç nə. Yəni, musiqi dərsi yoxdur ümumiyyətlə. Şəhərin ən yaxşı məktəblərindən biridir. Elə şey olar. Bədii təsvir yoxdur. Ona görə evlərimiz bu gündədir də. Bir girin evlərə baxın, nə gündədirlər. Dəhşətdir. O nədəndir? Zövqsüzlükdəndir. Zövq yox, bir şey yox. İnsanlar ağzına gələn tikir mənə xoşdur. Sən xoşdur demək olaraq okey, yaxşı, biri deyər, ikisi deyər. Yəni kütləvi hal olanda sən başa düşsən ki, gör nə qədər yəni yaddılar bunlar ümumiyyətlə incəsənətdən, rəng palitrasından. Bunun hamısı məktəbdə keçməlidirlər. Yəni bunlar şeydə bazadır da, yəni elementar şeylər olmalıdır. Elə bir şey gəldin məktəbə, sənə əlifbanı verdilər, hərfləri öyrəndin, indi sözləri oxuya bilirsən. Təsəvvür elə ki, o eyni qaydada rəngləri öyrətsələr, rənglərin uyğunlaşmasını öyrətsələr, rəsm çəkməyi öyrətsələr, hansısa bir yəni dünya klassikası ilə maraqlandırsalar uşaqları məktəblərdə və yaxud universitetlərdə, digər yerlərdə də, yəni ancaq incəsənətdə olmasın da, bu digər yerlərdə də olsun. Onda istər-istəməz insanların fikri, daha doğrusu zövqü formalaşır. O sənətə getməsə belə zövqlü olur. O sənətə getməsə belə o zövqlü olur. Zövqü olur da, bu otağı düzəldən adam ən azından bir zövqü var da. Yəni normalda baxırsan ki, bu adam nəsə eləyib, yəni pərdənin hansısa bir rənginə uyğunlaşdırıb bunu və digər elementləri nəsə bir yəni zövqlü bir insan eləyib də. Yəni demirəm bunun zövqü əladır, etalondur. Yox, amma ən azından bu adam nəyisə uyğun eləyib bir gözəl bir şey formu, yəni gözü oxşayan bir şey yaradıb. Evlərə girirsən, tualet oranjov rəngdə, nə bilim, unitaz qızıl rəngdə, tsiqanskaya barokqada hər yerdə. Dəhşət elə şey olar. Biabırçılıqda evlərə girsən daha çox pis gündədir evlər. O qədər evlərə girirəm, girəm baxmağa ki, bir ev seçək. Baxırsan ki, yaxşı evlər çox azdır, dəhşətli dərəcədə azdır. Ağızlarına gələn eləyiblər. Taxtanı vurub qızıla, qızılı vurub, nə bilim, aboya, nə ağzına gələn eləyib də, nə gəldi, nə görür, mənə xoşdur, bu şey getdi. Sənin üçün daha önəmli olan nədir? Bir filmin vizual estetikası yoxsa onun hekayəsinin təsiri? Mənim üçün önəmli olan şey, bu rejissor nə demək istəyir? Əgər bu onun öz məhsuludursa, kommersiya deyilsə. Bu nə demək istəyirdi mənə? Bu filan mövzuya toxunmaqla və yaxud bu səhnəni belə göstərməklə mənə nə demək istəyir? Bu mənə nə danışmaq istədiyi kimi bir şey var da. Anekdot danışıram, qulaq asırsan, ya gülürsən, ya gülmürsən də. Və yaxud hekayə danışıram, sən hekayə yox, ən çox belə də, yəni hansısa bir həyatdan götürəm, nəyisə danışıram, düzdür? Bir məqsədim var da bunu danışmaqda. Eynən də filmin də, yəni sən bunu danışmaqda nə məqsəd götürdün, yəni nə istəyirdin, necə danışırsan bunu, bu şeylər baxıram, bir xırda şeylər, düzdür, çox vaxt baxa da bilmirəm son vaxtlar, baxanda. İlişirəm ki, ayda görürsən, bunu necə eləyiblər, bunu bizdə reallaşdırmaq olar, yoxsa yox, belə şeylər, filmə artıq baxam. Yəni filmə, kinoda işləyən insanlar, var elə adamlar ki, baxırlar, ətrafında da var, amma mən baxa bilmirəm çox vaxt. Son vaxtlar ümumiyyətlə filmlərə baxa bilmirəm. Söhbət yerli yoxsa xaricilərdə? Yox, fərq eləməz. Ümumiyyətlə. Ümumiyyətlə də baxa bilmirəm mən nəsə. Əvvəllə baxa bilirdim, indi yox. Baxanda həmişə min fikir gəlir beynimə ki, görürsən bunu bizdə eləmək olar, görürüm ki, filmin yarısı getdi. Demək ki, ona həvəsim ölüb. Açıq deyim, mən səninlə podkast, yəni söhbət edəndə fikirləşirdim ki, sən daha hal-hazırda gördüyün indiki işlərlə və populyarlıqla belə deyim, sən daha ambisiyalısan, daha o Netflixi belə verəndə ki, mən eləyəcəm, mən belə eləyəcəm, elə bir şey gözləyirdim də, reaksiya gözləyirdim açığı səndən. Ki, mən deyim ki, bu dəqiqə partladacam. Onsuz da bu dəqiqə hal-hazırda vibe'dasan və sən o yerdəsən də və indi hal-hazırda sənin o yerdə belə bədbinliyi hiss elədim də, yəni səndən. Bədbinlik deyil. Amma əksinə səndən... Bu biraz yorğunluq kimi bir şeydir, mənəvi yorğunluqdur da. Elədir də, qardaş, elədir. Prosta... Sadəcə, yaxşı, prosta deməyim, sadəcə, niyə rus sözlərindən istifadə edir? Kommentariyada oxuyursunuz, nə yazırlar? Neynəsən xeyri yoxdur.
Nə etsən xeyri yoxdur. Rusca danışsan deyəcəksən, niyə Rusca danışsan? Azərbaycan təmiz danışsan, niyə Azərbaycan danışsan? Nə bilim, Türkçə danışsan, o birislər eşitsən, niyə Türkçə danışsan? Nə etsən xeyri yoxdur. İstsən söy, istsən söymə. İlişəcəklər. İstsən bunu elə və yaxud eləmə, ilişəcəklər. Tamaşaçı istər istəməz, sən heç kimi razı sala bilməyəcəksən. Hamını razı sala bilməyəcəksən. Mümkün deyil. Onları ucu bağlamışam. Kommentari ümumiyyətlə oxumuram. Adətən uşaqlar görürsən ki, qrupa atırlar. Bizdə ki, filan kəs filan şey yazıb, bir dənə oxu, belə o halda oxuyuram. Öz filmimi buraxanda, axırıncı filmi onu da oxudum, çünki mənə maraqlı görüm necə işləyəcək bu neçə ildən sonra bir dənə film. Düzdür, köhnə filmdir, 2019-da çəkilib, amma bu təzə çıxan film 2019-cu ildə çəkilib. 6 il keçdi, buraxdıq. Onu oxudum ki, görüm fikir nədir. Amma belə kommentariyalarda da oxumuram. Əvvəl amma həvəsli idim, çox oxuyurdum. Görüm nə deyirlər, tamaşaçının fikri nədir, belə. O da keçdi, getdi. Amma bizə şərh yazma, yəni kommentari mədəniyyəti də o qədər yaxşı deyil də. Yaxşı deyil. Savadsız adamlar elə kommentariyalar yazsa, oxuyursan dəhşətə gəlirsən ki, bu adam nə yazır? Bəyənən adamlar əvvəlini axırını bilmir. Əvvəlini axırını bilməyən öz yazdığı şərhin əvvəlini axırını bilmir də. Bilmir bu adam 3 cümlədə artıq 3 cümlədə 54 dənə səhv var. Yəni bu adam nə fikir, bunun fikrinə mən niyə önəm verim ki? Heç oxumuram da. Pis yazanları da bloklayıram. Nə lazımdır? Negativ, dolu fikirlərlə. Sənin onsuz da itaq hər şey ürək açan deyil. Üstəlik sənə yükləyirlər. Bunları bloklayırsan, rahat yaşayırsan. O ki, qaldı Netflixə, mən istəməzdim. Oraya qaçmaq fikrim yox idi. Can atım, gedim, eləyəcəm zat, yox. Yalan niyə deyim ki? Mən biləm axı olmayacaq. Bizdə o Netflix üçün film çəkməyə büdcə ayıra biləcək adam yoxdur. Mən təzəlikcə, bu yaxınlarda oturduq, saydıq, hesabladıq. Doğrusu, bəlkə belə adam var, amma mən tanımıram o adamları. Və adamlar kinoya dəstək olmayıblar hələ də. Bu yaxınlarda oturduq, hesabladıq ki, təsəvvür elə, yəni Netflix üçün çəkməyə hansı kriteriyalar vardı? Yəni onlar yazıblar da ki, bu kamera istifadə olunmalıdır, keyfiyyət bu falan. İndi daha xırdalıqlara getməyə, siyahı var. Siyahıya baxdıq ki, bizim çəkdiyimiz, biz həmişə film çəkəndə low quality-lə çəkirik, aşağı keyfiyyətlə çəkirik ki, hard disklərdə az yer tutsun. Bunlarda high quality lazımdır, yüksək keyfiyyətdə. Saydım, hesabladım ki, məndə ortalama məsələn bir film və bir serial təxminən 2 kopya olsa 50 terabayta yaxın yer tutur. Onların istədiyini eləsək, rahat 500 var. Yox, 500 deyil, harca 150-170 terabayt yer tutacaq. Və onu işlədən kompüteri saydıq ki, bunu hansı reytdə işlədə bilərik, bu 170 terabaytı. Yəni bir kopyasının 2 kopyadan söhbət gedir, 170, bir kopya yox. Bunu işlədən kompüter lazımdır, RAID lazımdır. Bunlar saydıq, hesabladıq. Başa düşdük ki, bu bizim büdcəni aşırır. Yəni bunlara lazım olan avadanlıq. Kimə gəlib deyə bilərsən ki, mənə ancaq hard disklərə bu öz filmimə ayırdığım qədər pul lazımdır. Heç kimə. Bax, deyirsən büdcə yoxdur. Başqa biri deyir ki, mənə dəstək lazım deyil, yaxşı məzmunun qarşısı alınır. Qəsdən bayağı məzmunlar tirajlanır. Amma əvvəlki dövrlərdə belə deyil idi də. O zaman belə çıxır ki, teatrın inkişafının qarşısını şuurlu şəkildə alırlar. Belə bir fikrin var sənin? Teatrın inkişafının? Teatrın, kinonun, serialın ki, qəsdən o bayaqları qabağa verirlər ki, insanların inkişafı getməsin. Bilmirəm. Mən o haqda nə deyə bilərəm? Teatrda olan adamlardan deyə bilərəm ki, heç də onların teatrda olmaq həvəslərində yoxdur. Həvəsi olan adamlar ancaq teatrda olmayan adamlardır. Maddi tərəfdə yenə də yeni söhbət. Əlbəttə, maddi tərəfi. Nə alırlar ki, nədir ki? Teatrda həvəs olar. Mütləq gedib ikinci iş eləməlisən. İkinci nədir? 3 dənə iş lazım, sən o təmin edə biləsən özün. Yox, teatr. Heyfdir, nə bilim, bilmirəm. Yəqin incəsənət heç kimə lazım deyil. Amma mənə elə gəlir ki, gün gələcək, incəsənətimiz inkişaf edəcək. Sizə qədər, sizin çəkdiyiniz filmlərə qədər və seriallara qədər filmlərimizdə söyüşlər, argolar və vulqar ifadələrin demək olar ki, rastlaşmırdıq da, belə deyək. Ya da üstü örtülü deyilirdisə, o da ki, bədii dildə deyilirdi və keçirilirdi sadəcə və siz isə deyə bilərik ki, bu mövzuda inqilab eləmişsiniz və söyüş ifadəsi bədii dildə daha təbiidirsə, digər sözlə əvəz etmək o təbiiliyi öldürür. Bu xüsusi bir taktikadır. O zəruri alət idi, inqilab deyil o. O sadəcə o kontekstdə zərurət idi.
Başqa yolum yox idi. işi Başqa idi. yolum yox idi. Bunu ona görə istifadə edirdim. Yəni mən bu mövzunu dəfələrlə demişəm, cavab vermişəm bu suala, indi də bir də eyni cavabım da dəyişməyəcək. Yəni o zərurət idi. Başqa məqsəd yox idi. Heç kimi təhqir etmək istəmirdik. Heç kimi söyüşə öyrəşdirmək istəmirdik. Rejissorlar üçün nümunə deyildik ki, məndən sonra davam eləsinlər, söyüşü artırsınlar, lap dağını çıxartsınlar. Yox. Məndə o kontekstə uyğun işlənmişdi. Əgər onların da filmində və yaxud kimsə indi ssenari yazır, söyüş istifadə etmək istəyirsə, eləsin. O adama əgər ehtiyac varsa, orada başqa heç bir söz oturmayacaqsa, o təbii öldürəcəksə, okey, istifadə eləsin. Yox. Yox da, istifadə eləmə. Nə məcburdur? Sizə qədər bunu Mənim başqa eləməyə məqsədim cürətləri yox idi. Mənim də cürətim çatırdı. Mən də qorxa-qorxa eləyirdim, amma dedim ki, eləyim də. Nə olacaq ki? Feedback nə oldu? Yəni sizə geri dönüşlər bu söyüş Yox, temasına. heç kim heç nə demirdi. Söyüşlə bağlı açıq o qədər də yəni pis rəylər yox idi. İndi də baxa bilərsiniz ki, pərdələrin rəyləri hamısı açıqdır. Yəni oxuyun görün, illər əvvəl nələr yazıblar. İlk rəy nə yazıb və ondan sonraki dövrlərdə nələr yazılıb. Heç kim yazmırdı söyüşlə bağlı. Olur ya arada görsən ki, kimsə deyir ki, söyüş olmasa daha yaxşı olar. Qadın siqaret çəkməsə daha yaxşı olardı. Məzələniz. Mən də axırıncı film çıxıb. Yəni 9000-ə yaxın kommentari varsa, onların içində bir 200-300 dənə. Qadın siqaret çəkməsə daha yaxşı olardı. Nə danışırsınız? Bu qadın, bu personaj siqaret çəkir. Pisdir, yaxşıdır, tərbiyəsizdir və yaxud nədirsə, odur. O qadındır, o personajdır. Sən gedib ona necə deyə bilərsən? Bizim tamaşaçı elə bilir ki, təbliğatdan qorxur da. Yox, hansı təbliğatdan qorxur? Çünki baxır ki, Azərbaycan qadını beynində fikir var ki, Azərbaycan qadını siqaret çəkməz. Çəkməz, elə düşünür və onu görəndə belə, yəni o istəmir ki, necə o fikir o həmin o insanın qadında bu artar. O fikir həmin o insanın beynində necə formalaşır? Bax mənə o maraqlıdır. Necə o belə bir qənaətə gəlir ki, Azərbaycan qadını siqaret çəkməz. Onu deyəndə yəni hardaydı? Məkan olaraq, coğrafi məkan olaraq hardaydı? Bu siqaret çəkilməyən yerdə. Qapalı bir yerdə oturmuşdu ki, heç vaxt Azərbaycan çıxmayıb, kafelərə getməyib. Ya bilim, çöldə bayırda görməyib heç nə. Şəkillərdə bəsində, yəni elə mənə qalmışdı ilişməyə, gəlib elə mənə ilişir. Sən niyə çəkib? Əccəb eləyib çəkib. Mənim o personajım çəkir, əccəb eləyir. Kimə nə dəxli var? O personaj, o filmin içində öldü getdi, o onun o dünyasının içindəydi. Getdi. Niyə o siqaret çəkir? Niyə o söyüş söyür? Ərinin qabağında oturub siqaret çəkir. Kimin qabağında oturub siqaret çəkməli idi ki? Əgər çəkirsə. Azərbaycanda ailə institutu ölə-ölə gedir və çəkdiyin filmlərdə, seriallarda da əslində Azərbaycan ailəsinin bir çox problemlərini işıqlandırmısan. Müasir dövrdə Azərbaycan ailə modelinin yanlışları ən çox nədə görürsən? Yalanda. Hər şey oradan başlayır. Hər şey oradan başlayır. Bizdə yalan. Dəhşətdir. Hər şey təməldən yalan üzərində qurulmuş ailələr əksəriyyəti. Ya özünü aldadır, ya qarşısındakini aldadır. Və ümid edir ki, bu keçəcək. Onsuz da axıra özü yalanı özünü inandırır. Özünü inandırır birinci, sonra qarşısındakini inandırmağa çalışır. Bir müddət bu işləyir, sonra özə çıxır. Aləm dəyər bir-birinə. Boşanlar gedir. Dəhşətdir, ailə institutu məhv olub, yoxdur. Dəhşətdir, katastrofa. Statistika yoxdur, əlimizdə oturub baxaq. Tanıdığım ətrafında bir dənə evli adam qalmayıb, hamısı baydı. Yarıdan çoxu boşanır. 50% keçir boşanma. Dəhşət. Boşanmalar dəhşətdir. Çox pisdir. Nə bilim. Yaxşı ki, indi qurumlar var ki, bu məhkəmə ilə boşanma ərizə verdin, o məhkəmə prosesinin sonra mediasiya. Yaxşı ki, o qurum var deyirəm. Mediasiya olmasaydı bu dəqiqə. Amma incəsənətlə buna necəsə təsir eləmək olar insanlar. Əlbəttə olar. Niyə olmur ki? Yəni mesajları vermək lazımdır. Olar. Amma mən Azərbaycanda mən deyim, ha vaxt ən axırıncı dəfə Azərbaycanda şey çəkiblər. Məhəbbət filmi. Heç kimə sata bilmirəm məhəbbət filmini. Məndə bir məhəbbət filmi var. İstəyirəm onu çəkim. Heç kimə lazım deyil ha. Məhəbbət yoxdur, ölüb. Allahdan bizə verilən yeganə bir dənə şey varsa, mənim inandığım yeganə bir şey varsa, o da məhəbbətdir. Bütün dünyada onu da məhv edir. Hətta ümumiyyətlə bizdə demirəm, Azərbaycanda yox. Ümumiyyətlə dünyada qlobal bu problem-dir. Yəni məqsəd odur ki, öldürsünlər, məhəbbəti öldürsünlər.
Amma əvvəl bütün çəkilən kinoların 70-80% məhəbbət idi. Hind kinolarının teması məhəbbət idi. Bəli. İndi yoxdur, məhəbbət yoxdur. Məhəbbəti məhv ediblər, bir məqsəd yönlü ediblər. Bu bizə deyil, bu hər yerdə belədir. Məhəbbət filmləri get-gedə azalır. Elə bir heç kimə lazım olmayan bir şey. Yaxşı, indi danışdığımız mövzu ki, kino buna təsir edə bilər. Yəni incə sənət insanlarda buna bu sevgi, məhəbbət və s. Belə bir sual verim. Öz yaradıcılığında indiyə qədər olanlar, Pərdə trilogiyası, Körpünün o tayı, Əqrəb mövsümü, cəmiyyətə hansısa bu mövzularda və ya digər mövzularda güzgü tuta bilmirsən? Özünlə oturub söhbət edəndə və üzləşəndə cavabın nə olur? Öz filmlərimdə olub. Və seriallarda da arada özümə nəsə bir azadlıq verib hansı bir səhnələrdə onu istifadə edirəm. Nəsə göstərmək istəyirəm, nəsə çatdırmaq istəyirəm. Olur. Seriallarda az olur. Filmlərdə daha çox idi o vaxt. Və təsiri də olub, müsbət təsiri olub. Görürəm ki, film də oradan təsir edir. Bir çox insanlara. Elə adamlar var ki, müəyyən mövzularda ümumiyyətlə məlumatsızdırlar. Sən filmdə onu göstərməklə əyani formada göstərsin ki, bu budur. Sən başa düşürsən bunun faciəsini. Oturub fikirləşir, oradan dəhşətdir. İnsanları düşünməyə vadar edirsən də məcbur edirsən. Əslində məqsəd olmasa da, hardasa ola bilər, var, o məqsəd də var. Amma ümumilikdə göstərirsən də problem var da, bu problemi həll eləmək olar da, yəni. Və axırıncı filmə baxın. Nə problem var orada, dəhşətdir. Yaxşı, elə bir klassik Azərbaycan filmi var ki, sən onu remake eləmək istəyirsən və onu necə fərqli təqdim edərdin, etmək istəsəydin? Baxmışam ki, deyim. Çox az baxmışam məzmun filmlərin. Çox az. Mənfi cəhətimdir, müsbət cəhətimdir, bilmirəm. Amma çox az baxmışam. Bilmirəm. Fəryad filmini çəkə bilərdim. Yenidən. Yəni elə bir şey deyərdim. Çünki orada müharibənin özü yox. Burası insan dramı idi. Mən ona görə düzdür, müharibə də var orada. Amma daha çox insan dramıdır. O filmə istəyərdim. Mən xoşuma gəlir o film, yaxşıdır. Çox qəşəng. Dedim, bilmirəm, mənfi tərəfimdir ya müsbət tərəfimdir. Yaxşı, biraz dərin düşünsən, səncə Azərbaycan gənci, bu indiki gənclərdən danışırıqda, hansı ki, doğrudan da düşüncəsi dəyişməlidir, daha müasir olmalıdır, daha məhəbbət dolu olmalıdır. Bu gənclər həmin o filmlərə doğrudan da baxmalıdır. Və yaxud sənin çəkdiyin filmlərə belə filmə baxmaq məcburiyyəti var və yaxud seriala baxmaq məcburiyyəti var. Dünya görüşünü artırmaq üçün bəlkə də var. Amma belə bu azad bir seçimdə insan var ki, baxır, həvəsindədir, axtarışdadır. Netflixdə də axtarır, tapır, nə bilim orada axtarır, burada axtarır, hər yerdə axtarır da. Yəni bu adam kino həvəskarıdır, oturub baxır. Yəni bu bir həvəsdir. Düzdür, əgər başqa bir alternativimiz olmasaydı, kino yaxşı bir vasitə idi. İndi inanmıram ki, kino o qədər də təsir göstərir. Göstərə bilər, demirəm göstərmək, amma yəni bugün elə şeylər var ki, sosial şəbəkələr var ki, bugün onların göstərdiyi təsir danılmazdır. Danılmazdır. TikTokun göstərdiyi təsirə baxın. TikTokun elədiyini kim edə bilər? Deyir, TikTok çıxmayana qədər mən bilmirdim ki, dünyada bu qədər ağıllı adam var. Həqiqətən mən də bilmirdim. Nə qədər ağıllı insan varmış. Nəinki dünyada, Azərbaycanın özündə də. Yəni bir tanımadığımız ağıllı insanları dəhşətdir. Çoxdur. Gələcəkdə hansı janrlarda və mövzularda kino və seriallar, film və seriallar çəkməyi planlaşdırırsan? Varmı? Gələcəkdə heç nə çəkməyi planlaşdırmıram. Gələcəkdə dincəlməyi planlaşdırıram. Mən gör neçə ildir, 2025-də 14 ildir dayanmadan işləyirəm. İl olmayıb ki, işləyəməyim. Yəni hər il nəsə çəkmişəm. Ya film, ya serial. İl olub ki, 2 film, il olub ki, 2 serial. Dayanmadan. Pandemiya vaxtı dayanmış. Çəkirdim. Gecə vaxtı çəkirdim, nə bilim, çəkirdim. Reklamları çəkirdim pandemiya vaxtı. Gizlin gəlib çəkirdim. Onları dayanmadım. Dayanmırdım, yox. Mən pandemiyada dayanmadım. Pandemiya demək olar ki, pandemiya girən gün biz stop verdik şeyə. Mən burada tək olmuşam, amma başladıq montaja. Hələ o qutarda da biz Əqrəbə başladıq. Dayanmaq istədiyin səbəbi fiziki yorğunluqdur, yoxsa mənəvi yorğunluqdur? Beyin? Mənasızlıq yorğunudur. Mənasızdır. Hə. Heç bir mənası yoxdur. Son olaraq sənə buradan yeni başlamaq istəyən və yaxud başlayıb
ruhdan düşən, başlamaq istəyib də qarşısında hansısa maneələri olan gənclərə, rejissorlara və bu sənətə keçid eləmək istəyən insanlara ümumiyyətlə nə kimi mesaj vermək istəyirsən və məsləhət vermək istəyirsən? Hamıya, onların hamısına bir söz deyə bilərəm ki, Allah sizə şəfa versin. Vallahi. Hamımız xəstəyik. Bu işlə məşğul olan adam sağlam adam ola bilməz. Mən bunu əminliklə deyirəm öz adımdan. Sağlam adam incəsənətdə nə işi var? Birinci onun çəkdiyi də bir şey olmayacaq. Çox sağ ol Emin gəldin. Çox sağ ol Buyur qardaş. fikirlərini bizimlə bölüşdün. Gələcək işlərində deyim, bu qədər bədbinlikdən sonra. Bədbin deyil, Amma- yenə də bədbin deyil. Bu reallıqdır. Bu keçmiş yoldur, bu təcrübədir. Vallahi bu bədbinlik deyil. Amma mən Bu istəyirəm. reallıqdır. Mən istəyirəm Mən ki- bilirəm film çəkmək istəmirəm, dedim, onu düz dedim. Məqsədim odur. Amma mən bilirəm gələcəkdə nə olmaq istəyirəm. Mən gələcəkdə yaxşı prodüser olmaq istəyirəm. İnşallah. Bax, o hə. Olaram ki, mənim gördüyüm çətinliklər, mənim qarşılaşdığım problemlər, həmin o içində alov yanan rejissorları, yəni alovu sönməsin. Bütün o problemlərin qarşısına çıxa bilərəm. Çox sağ ol yenə də Siz gəldin. sağ olun. Dəvətə görə xoş oldu. Sağ olun. Bu videonun da sonuna gəldik. Üzləşməyə baxırsınız. Gələcək bölümlərimizdə qonaq qismində kimləri görmək istəyirsinizsə şərh bölməsində qeyd edə bilərsiniz. Kanala abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Özünüzə və üzünüzə yaxşı baxın.